David qardaş, salam aleykum. Necəsən? Nə var, nə yox? Keyfin halı necədir qardaş? İnşallah ki, yaxşı olarsan Allahın izni ilə. Deməli qardaşım, sənə bu çıxımla bağlı video çəkib göndərmək istədim. Allahın böyüklüyünə həmd olsun ki, qardaş, şükürlər olsun ki, dünən səhər saat 7-dən çıxışlarımız başladı. Bugün saat 10-a 11-ə yekunlaşdı. Deməli 321 ədəd yumurta qoydum qardaş. İnkubatora hardasa 30-35 aralığında yumurta mayasız çıxdı. Onun inkubatora heç bir aidiyyatı və dəxli yoxdur. Yəni o mənim səhvimdir, məndə Avstralop cinsi toyuqlardır. O sürünün yəni problemidir yumurtanın 30-35 yumurtanın mayasız olmağı. Yerdə qal qardaş 285-290 yumurta. 290 yumurtadan Allahın böyüklüyünə, ruzi bərəkətinə şükürlər olsun ki 260-265 ədəd arası düzələr çıxdı. 290 yumurtadan tutmuş yumurtadan düzə embriyon tutmuş, maya tutmuş yumurtadan 260-265 arası düzəmiz çıxıb. Hamısı da çox gözəl, möhtəşəm. Bax, dünən 7-dən başlayıb bugün səhər saat 10-a 11-ə qədər yəni davam edib çıxımlar. Heç yəni bildirməz ki, arasında hansı birinci çıxıb, hansı axırıncı çıxıb. Və hamısı da diri cüzələr, belə də görsəm. Bax qardaş, görsən necə enerjili, sağlam, şükür Allaha. Allah köməyin olsun qardaş. Allah mal və mülk və bərəkət versin, Allah balağı saxlasın. Bax qardaş, o çıxış da tamamlanan kimi yenidən 200 dənə yumurta qoymuşam. Allah qismət eləsin, bu alt mərtəbələri də dolduracağım inşallah.